Düşmüşəm, incil yığım. Belə iş günləri vaxtım olmur, elə ancaq ki ora bura gedirəm. Vaxt eləyə bilmirəm. İndi gəldim, incil yığım. Hələ ki bu qədər yığmışam, ucu tamam dəyiblər üstündə. Amma yaxşıdırlar. İndi baxım görüm yenə varmı? Yenə yığım götürüm. Aparım uşaqlar yesinlər. Dedim heç olmasa 6 bazarı yesinlər. Başqa vaxtım olmur düşüb yığmağa. Həm də yağış yağıbdı. Biraz elə bir ki yerə tökülüblər. Burada yerdə də var tökülüblər. Amma üstündə var. Düzdür yuxarıda da var. Ora mənim əlim çatmır. Mən elə aşağıdakıları yığmışam. Biraz da yığım üstünə bəstərdir. Elə bu qədər yesinlər. Bəsdir. Tısbağan da birini tapdım. Burada gizlənibdi. Otların altında özünə yer eləyib. Burada gizlənibdi. Əslində çoxdular. 10 dənədən çox olmalıdır. Amma mən hələ ki birini gördüm indi. Belə özlərinə yer eləyirlər. Yeri qazırlar. Burada otururlar. Burada da yer eləyibdi hansısa. Sonra çıxıb gedib. Burada özünə yer eləyibdi. Sonra gedibdi. Görüm yenə tapa bilirəm. Amma elə bir dənə odur deyən. O birisilər gizləniblər. Hava soyuqdur deyə. Yəqin ki çıxmırlar. Yerin altında özlərinə yer eləyiblər. Orada bir yer var. Orada gizlənirlər soyuq olanda deyən. Heç nə, mən də gedim evə. Nar da ucu. Narlarımız düzdür. Bu ağac həmişə belə olur. Partlayır belə. Amma qəşəng nardır. Üstündə bütövləri də var. İndi görək onlar nə vaxt yetişəcək. O üzdə də nar ağacımız var. Onlar lap yaxşıdırlar. Onlar yetişəndə qəşəng olurlar. Və bugün artıq ayın 15-idir. Amma hava belə çox pisdir, dumandır. Çəkmək istədim, amma duman tam düşmədi. Amma belə bütün gecəni yağış yağmışdı. Hava pis idi, amma şükür ki biz məktəbə gedəndə yağış olmadı. Soyuq olsa da, amma yağış olmadı. Ona görə uşaqlar da çox qoymadılar. Heç çöldə qalmağa tez içəri keçdilər. Qızları qoydum məktəbə, çünki 8-də başlayırdı. Saranı apardım bağçaya. Artıq gördüyünüz kimi Sara da sakitcə gedir, heç ağlamır. Məndən qabaqda qaçır ki, getsin bağçaya. Düzdür, tam da öyrəşməsə hələ ki gedir müəlliməsinin yanında durur. Biraz görürəm ki, kövrəlir mən gedəndə. Amma oynayır uşaqlarla. Getdim, Saranı qoydum bağçaya, gəldim. Sadəcə olaraq maşını o birisi tərəfdə saxladım. Çünki burada görürsünüz də nə qədər maşın var orada. Hələ ki elə yerlərə düzündəyim, saxlaya bilmirəm. Ona görə heç ora vermədim də. Elə o üzdə saxladım. Qızları ucu aparıb qoymuşuq məktəbə. Dedim, Saranla getdik. Qızları qoyduq məktəbə. Sonra getdim Saranı bağçaya qoydum. İndi təzədən yenə gedirəm məktəbə qızların yanına. Buranı da görürsünüz, qabaq bura fontan idi. İndi qum doldurublar. İndi bilmirəm daha nə yiyəcəklər buranı. Heç nə, gedim məktəbə, oradan da inşallah sizə çəkərəm. Uca içəri keçirlər. Elə yaxşı gəlmişəm. Çöldə durmaram. Gedim içəri. Она мог тебя убить. Ой, я Все, basta. Тебе 99 на телефон.
Sonra getdim kursa. Kursda da bilik gününü qeyd edirdilər. Uşaqlara dərsimi keçdim. Burada onlardan saymağı soruşuram, saymağı öyrətmək istəyirəm ki, çoxu düzdür qızlar hamısı bilirlər, qızlar daha belə tez öyrənirlər, nəinki oğlanlar, çünki oğlanlar şuluqdular, bir yerdə durmurlar, qulaq asmırlar dərsə, ona görə onlar biraz gec öyrənirlər, amma qızlar maşallah hamısı artıq bilirlər. Mən hələ ki 1-2 həftədir də gedirəm dərsə, arada da sarı xəstələndi, gedə bilmədim. Amma belə çalışıram ki, onlara çox şey öyrədim rus dilində, məktəbə gedənə kimi öyrənsinlər. Düzdür, hamısı Azərbaycan dilində oxuyacaqlar, amma yenə də rus dilində nə bilsələr, onlara əksinə xeyirdir. Rus dilində bilməkləri çox yaxşıdır. Ona görə çalışıram, öyrədim. Elə belə adın nədir, neçə yaşın var, saymağı öyrənsinlər. Sonra baş nədir, gözdür, əldir, ayaqdır. Belə şeylər çalışıram, öyrədim. Burada da artıq dərsi bitirdik. Uşaqları indi belə aparırıq sinifə, onlara hədiyyə hazırlayıbdı müəllimələri. Bilik gününə görə otağı bəzəyiblər, şarlarla belə yazılar yazıblar müəllimələri. Uşaqlar da sevindilər. Əslində istəyərdim videonun səsini saxlayım, uşaqların səsini, amma burada uşaqların da səsi, özümüz də səsimiz düşüb deyə videonun səsini alası oldum. Həm də mahnı qoya bilmirəm, çünki YouTube həmişə kimi başqa mahnı qoyanda qəbul eləmir. Ona görə məcbur mahnı qoymuram. Saranda bağçadan götürmək, sizin üçün çəkmək istədim. Burada gördüyünüz kimi oturub sakitcə yeməyini yeyir, heç biz yada da düşmürük. Amma elə ki məni gördü, durdu ayağa, yeməyini də yarımçıq saxladı. Başladı ağlamağa ki, yox, məni də apar. Dedim yeməyini yesin, sonra aparım, amma Sara dedi, yox, yeməyimi də yemirəm. Bilsəydim ki, yemək yeyirlər, biraz gec-gec götürərdim. Amma vaxtım var idi deyə dedim, gedim götürüm. Və sonra getdik, Məlikənin dişini düzəltdirməyə gedirdik. Dişi ağrıyırdı, Gəncəyə gedirdik. Dedim çəkim, çünki izləyicilərimizdən biri məndən xahiş eləmişdi ki, Gəncəyə gedəndə çəkərsən. Ona görə çəkdim. Düzdür, tamam Gəncənin o mərkəzinə getmədik, amma inşallah gedəndə nə vaxt getsək, yenə çəkəcəm yolu. Amma belə dedim, elə yenə də nə olsa çəkim. Bura 3 nömrəli xəstəxananın yanıdır. Əsasən buranı da istəmişdi çəkim, ona görə çəkdim. Amma inşallah nə vaxt ki Gəncəyə tamam mərkəzinə gedəcəyik, onda yenə çəkəcəm bütün yolu, paylaşacağam həmin izləyicim üçün, o da görsün. Neçə vaxtı deyir, o Bakıda yaşayır, Gəncədə olubdu. Çünki qabaq Gəncədə yaşayırmış, indi Bakıda yaşayır. Gəncə üçün darıxmışdı. Ona görə məndən xahiş elədi ki, nə vaxt getsən yolu çəkərsən. Mən də onun üçün çəkdim. Və burada da istəyirəm vlogu sonlandırım. İnşallah gələn vloqlarda görüşənədək sağ olun.